Hava hücumundan müdafiə qoşunlarının arsenalında müxtəlif modifikasiyalı hava hücumundan müdafiə sistemləri mövcuddur. Onlardan biri də Buk-MB Zenit raket kompleksidir. Şəxsi heyətlə keçirilən bu praktik təlim məşğələsində məhz bu sistemdən istifadə olunur. Praktik məşğələ zamanı ilkin olaraq heyət zabit tərəfindən təlimatlandırılır. Təlimatdan sonra şəxsi heyət praktik təlim məşğələsinin tapşırıqlarını yerinə yetirir. Tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksək sürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülür.